İnşallah rəngimizi də eləyək xanım. Fərq. Neçə dəqiqə quturar? Yarım saat uzağı qutarır. Dəqiqə. Gecikirəm. Ona görə. Allah nəyəm soyuq oldu. Bir dənə onlar bunu özüm şeyliyim də. Bir dənə bu dırnağı özüm eləyim, sənə göstərim. Yox, qadın. Yox, eləmə, formasını itirirsən axı. Niyə itirirəm, göstərəcəm də hansı baba, çox yığmısan. Biraz bunu enli eləmək lazımdır. Yaxşı. Sən pilkanı düzgün tutmursan. Bax, pilkanı belə tuturlar, bax. Sənsə bunun üstündən belə şey gedirsən o tərəfə. Yəni bu tərəfi yonursan, bura sonra qalır. 16 ildir mən pilka tuturam. Hələ mən pilka tutanmırsan sözünü deməmişdilər. Həqiqətən mən sənin şokdayam. Pilkanı tutanmırsan nədir? Pilkanı necə tutulur? Bir tərəfli yonursan. Elə sonra dırnaq gedir belə əyri uzanır o tərəfə. Ona görə neçə ildir gəlirsən yanıma? İndi neyniyim? Heç kim götürmür səndən başqa. Ay sağ ol. Heç kim götürmür səndən başqa. Baba sən ona görə çox istəyirəm ki, düzünü deyirsən. Hə, düzünü deyəndə adam həqiqətən düzdür. Baxın. Allahıma səbr ver. Ürəyim, dırnağı mən işləyə əlimdən alma gələn. Nə dırnağı? Onda bilmirəm axı formanı itirirəm. Gör nə qəşəng forma oldu. Toyuq dırnaqlarına oxşadı. Toyuğun belə dırnağı olmur. Toyuğun dırnağı bundan incə olur. Görsən, çox yığmısan qıraqları, az yığmısan. Belə qəşəngdir. Toyuq dırnağı. Yox, bir şey bir dənə bunu bir dənə yonum sənə göstərim. Necə istəyirəm, necə olmalıdır. Allahım, mən səbir ver, ya Rəbbim. Baba, bilsən necə istəyirdim? Belə istəyirdim, görsən. Buna bax, ona bax. Hə, ver. Görsən. Enlidir, görsən, enli yumrudur. Yaxşı. Da prosta onu ilə bunu tezdən doldurmalıyıq gellə onda. Nəyi doldururam gellə, düzəltmişəm da. Amma bu fərqli olacaq. Heç nə də fərqli olmayacaqdır. Niyə fərqli olsun ki? Nə demirsən onu da eləyirəm, birə-bir. Toyuq dırnaqları. Toyuğun belə cıynağı olmur, ay xanım. Sən niyə hər dəfə gələndə mənlə boğuşursan, axırda da mənlə qucaqlaşıb çıxırsan? Sənlə bu dəfə qucaqlaşmıyorsan. Əsas sağlaşanda yaxşı sağlaşır. Xoşun gəlir məni incitməyə. Niyə incidirsən? Ayağımı eləyəsən. Yox. Və dırnaqlarımı neyim şikəst dırnaqlarımı? Vaxtım yoxdur. Gedindi. Göyəri bey. Gedindi, kimi bəyənirsən? Bax, göyəri. Ay Allah. Deyib, özdə altı bilirsən də nə gündədir. Mənim yoldan çıxartmısan, bunu elətdirmirsən, indi də bunu yədirmirsən. Sənə heç yadıma düşmür, bir dənə tipslə qəşəng dırnaq var. Onu bəlkə eləyim, tipsinə qoyum, elə gözəldir. Ayağa tips elə. Hə, çox qəşəngdir. Tipsinə daha yaxşı qalacaq. Məncə də qəşəngdir, hə, onu eləyərəm. Həm də tipsi var idi tipslə. Hə, varım. Mənim nətər başımı qatdı dırnağımla. Hardan hara keçdi? Çox da qəşəngdir ay xanım. Çox da qəşəngdir. Qısa eləyək, bu qısadır. Görsən, qısaltdıq yaxşı oldu. Bayaqdan bəyənmirdi amma. Amma yenə də şeydir, caynağı oxşayır da, toyuq şeyindən. Biraz da elini saxlasaydım yaxşı. Cəmaat gəlib deyir ki, toyuq caynağı elə günən. Sən niyə bəyənmirsən ki, toyuq caynağını? Dırnağıma, əlimə yaraşmır axı barmaqlarıma. Nə günən? Yəni, insanın özündə bir qəşənglik, gözəlliyi olur. Yaraşmır da, neyim, yoxdur da. Qapqara gedib qarası yoxşuysan, özün qaratmırsan, onu gibi nə çəkirən bəyənmirsən. Az bilirsən, hamı deyir ki, bu nə tıqan qarası mı deyirsən? Niyə belə qaraldır? Kasıb qaralırlar, kasıb, bu fəhlələr var, kasıb qaralma. O qaralmağına deyir, oxşuyursa. Və kasıbın qaralmağı elə olur da. Barı qaralanda deyir, şokolad yiyam, şokolad yiyam. Kasıb qaralanda deyirlər, bu bədbəxt işləməkdən qaraçıya dönür. Ona görə mən də elə görsənirəm, kasıbam deyə, hə? Sənin kimi kasıb olmam. Nə gedim dənizdə qaralım. Dəniz, pulsuz dəniz bilsən hansı tək? Pulsuz dəniz var mı? Pulsuza gedirəm də. Nə, kasıbın nə işi var şeydi pullu dənizdə? Daçnika. Gedirəm orada bomujlar zatlar da yatan kimi qum üstə, fəhlələr zatlar. Fəhlələr çirkli betonlu ayaqqabıları gəlir yuyurlar dənizdə. Heç nə olmaz. Onlarla eyni şeydə. Eyni dənizdə üzürük.